Salam, əziz və dəyərli izləyicilərim. Mənə sual verirsiniz ki, Məryəm xanım, hansı kofeni içirsiniz və kofe deyirlər ki, ziyandır. Belə suallar çox gəlir. Ziyandır, ona görə qorxuram içməyə. Ay təzyiqimi qaldırar, ay xolesterolumu artırar. İstədim ki, bugün sizə o haqda video çəkəm. Çox videolarım var. Kofeni necə dəmləyirəm. Giriş edib səhifəmdə baxa bilərsiniz. Çox ətraflı videolarım var kofe haqqında. Amma yenə də suallar gəldiyi üçün deyirəm. Mən Rusiyadayam. Deməli, bizdə Valbrist deyilən bir yer var. Azərbaycanda Temudur və Azərbaycanda böyük marketlərin hamısında var. Türkiyənin mən Lavazza Oru kofesində içirəm, dəmləyirəm. Dəmləmə kofedən gedir ha söhbət. Burada rafinə edilmiş kofelərdən danışmıram mən. Bəli, rafinə edilmiş kofelər, yəni o suya qarışdırırsınız, tez həll olur. Bıstıra deyirlər. Baxın, onlar çox zərərlidir. Xolesterolunuzu qaldırır, sonra mədə bağırsağınızın florasını pozur. Saymaqla bitmir də onların ziyanları. Çünki kimyəvi qatqı orada ümumiyyətcə o tez həll olanda kofedən əsər əlamət yoxdur. Baxın, mənim kofesiz həyatımı təsvir edə bilmirəm. Çoxdur, belə qablarda da sifariş edirəm və evdən üzülməsini istəmədiyim üçün. Baxın, görürsünüz, Türkiyənin kofesidir. Bax, belə. Çox açdım bu dəqiqə, iyi götürdü buranı. Kuru kahveçi Mehmet kofesi. Kuru kahveçi Mehmet Əfəndi kofesi. Belə qablarda da sifariş eləyə bilərsiniz. Bu böyükdür, bu balaca. Görürsünüzmü? İstəsəniz belə korobkada da gəlir. Baxın, 5 paçka Valbrestdən bax sifariş etmişəm. Görürsünüzmü? 5 paçka belə də gələ bilər. Bunlar da yəni dəmir qabda deyil, paçkalardadır. Çox xeyirlidir. Dəmləmə kofenin xeyirlərini saymaqla bitmir. Amma bu şərtlə ki, şəkər tozu əlavə etmirsiniz, bal əlavə etməyin. Nə bilim, əlinizə gələnləri dadlandırmaq üçün əlavə eləməyin. Sırf qara, yəni tünd, mən belə içirəm, heç nə əlavə etmirəm. Mən çox acı sevirəm. Siz isə qaşığını, misal üçün, mən bir belə çaşkaya 3 çay qaşığı əlavə edirəm. Siz az əlavə edə bilərsiniz, əzizlərim. Və deyim ki, kofe, dəmləmə kofe çox güclü antioksidantdır. Çox güclü. Təsəvvür belə edəməzsiniz. Antioksidantlar da orqanizmimizdə olması, belə deyim, xərçəngin qarşısını alır, pis hüceyrələri məhv edir və s. saymaqla bitmir. Və tərkibində xlorogen turşusu var dəmləmə kofenin. Bu özü də immunitetimizi gözəlləşdirir, sağlam hüceyrələrimizi bəsləyir, yaxşı bakteriyaların sayını artırır, saymaqla bitmir. Və deyim ki, tərkibində kofein olduğu üçün əhval-ruhiyyəmizi yaxşı eləyir, dediyim kimi metabolizmamızı yaxşılaşdırır, həzmimizi yaxşılaşdırır, ödümüzün süzməsini yaxşılaşdırır, ürək-damar sisteminə xeyir eləyir. Dediyim kimi, o qədər gözəl əhval-ruhiyyədə enerjik olursunuz və çox xeyrini görəcəksiniz. Xılxasını da yığırsınız. Mən atmıram, yığıram, xaladelnikə qoyuram. Üzr istəyirəm, duş alanda ondan gözəl skrablar eləmək olur. Bütün bədəninizə də, üzünüzə də, əlinizə də. Yəni, atmayın, xılxalarını da yığın, çox xeyrini görəcəksiniz. Kofe çünki tərkibində çox şeylər olduğu üçün üzünüzü, bədəninizi o qədər gözəl eləyəcək ki, özünüz də çaşıb qalacaqsınız. Yəni, mən sizə göstərdim, ekrana şəklində qoyacam hansı kofe içirəm, hansı kofeni dəmləyirəm. Lavazza Oru da yaxşıdır. Amma Azərbaycanda bütün marketlərdə bu kuru kafe Mehmet var. Rusiyada isə marketlərdə olmadığı üçün mən Valbrestdən gətizdirirəm. Və mən kofesiz həyatımı təsvir edə bilmərəm. Həqiqətən də çox metabolizmanı sürətləndirdiyi üçün mənə çox gözəl təsir göstərir. Yağlanmanın qarşısını alır, qaraciyər yağlanmasının qarşısını alır, sirrozun qarşısını alır. İkinci tip diabet xəstələrinə birə-bir dərmandır. Kofe, yəni dəmləmə göstərdiyim kofelər. Və siz də dəmləyə bilərsiniz, içə bilərsiniz. Uşaqlara olmaz, hamilələrə olmaz. Bunu yaddan çıxartmayın. Və hərə öz orqanizmini özü tanıyır. Hansı sizə olar, olmaz, yaxşı bilirsiniz. Məndən yaxşı bilirsiniz. Özünüz də araşdırsanız görəcəksiniz. Bir də onu deyim ki, mənim əzizlərim, əgər sağlam həyat tərzi sürmək istəyirsinizsə, saçınızın, üzünüzün gözəl olmasını, dırnağınızın, qaşınızın, kipriyinizin gözəl olmasını istəyirsinizsə, mənim sağlamlıq orduma qoşula bilərsiniz. Sizə onu deyim ki, əgər sizin üzünüzdə ləkələr, pirişiklər, qırışlar çoxdursa, yaşınızdan çox görünürsə, üzünüzün dərisi, əlinizdə ləkələr varsa, çiyniniz pirişiklərdirsə, bu sizin qaraciyərinizin çığırığıdır. Orqanizminizin, daxili orqanlarınızın sizə verdiyi bir siqnaldır ki, mənə kömək elə. Mən toksinlərlə dolmuşam, qaraciyərin yağlanmağa doğru gedir, bağırsaqlarında bağırsaq daşları var.
və siz mənim qrupuma qoşulanda tam sağlam həyat tərzi sürəcəksiniz. Bilirəm səsim artıq bütün dünyanın hər yerindən gəlir. Çünki qrupuma qoşulan xanımlar o qədər xeyir görürlər ki, hamısının iş yoldaşı, xalası qızı və s. qonşusu gəlir qruplarıma və bu mənim üçün çox qürur vericidir. Mən qrupuma gəlib qəbz olmuşam, qəbz oluram, xroniki qəbzliyim var deyənlərə bəzi dietoloqlardan fərqli olaraq 80% dırnaq arası dietoloqlardan fərqli olaraq mən demirəm ki, sena çayını yeməyinizin üstünə tökün, yiyin. Həftədə bir dəfə maqni sulfat dozu için, nə bilim, dəvə gözü, bisakadil, matilyum, difalak, qara kömür və s. Köp olursunuzsa pankreatit için, qara kömür için olmaz. Mədə-altı vəziniz sizin örgənir, sonra sizə ferment vermir və mədə bağırsağınızın mikroflorasını pozursunuz, selikli qişasını zədələyirsiniz. Sizə bu lazımdırmı əzizlərim? Və mən sizə qrupuma girəndə heç nə satmayacağım mənim əzizlərim. Nə arıqlama çayı, arıqlama kofesi, arıqlama şokolatı. Çünki bir mütəxəssis olaraq bilirəm ki, bunlar dəhşət saçır. Su diyeti olmayacaq, aclıq etmək olmayacaq. Gözəl bədən figurasına nail olacaqsınız. Amma aclıq etmədən dediyim kimi evinizdə olan əlçatan menyularla ən əsası toksinlər orqanizminizdən çıxacaq və üzünüz günü-günündən gözəlliyinizə gözəllik gələcək. Qrupa da girən kimi sizə həmən bütün gözəllik sirlərimi öyrədirəm. Saçınızın gözəlliyi, üzünüzün dırnaq göbələyindən azad olmaq və s. və ilaxıra. Məsləhət bilirsinizsə buyurun. Bircə dəfə 20 manat ödəyib 1 il qrupumda qalırsınız. Düz eşitdiniz, ili 20 manata qrup bir dənə Məryəm xanımdadır. Və bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Nömrəni isə videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə əzbərdən deyəcəm. Necə deyirəmsə o cürə də yaddaşa salın. Özünüzdən 00 994 50 70 əlavə etməyin əzizlərim. Tiriyə qoymayın, onda tapa bilməyəcəksiniz mənim WhatsApp nömrəmi. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.